Sabahınız xeyir, yeni videoma xoş gəlmisiniz. Deməli, hara gedirəm, bel sumkam, çadırım, hara gedirəm onu deyim. TikTok'dan izləyənlər bilir. İndi 10 dəqiqə əvvəl video çəkdim, TikTok'a yüklədim. Və videonu burada qoyaram, qısa versiyasını burada qoyaram. Deməli, nə elədim? Azərbaycanda gəzməli yerləri, böyük bir 10 dənə şəhəri qoydum bir çarxa və o çarxı fırladım. Hal-hazırda o çarxdan Şəki çıxıb. İndi Şəkiyə gedirəm. İndi İpək yolundan avtostop çəkəcəm. 2 saat da olsa çəkəcəm, 5 saat da olsa çəkəcəm. Yəni bir maşın saxlayıb məni aparana qədər avtostop çəkəcəm. Avtostop çəkilir və həm YouTube üçün, həm də TikTok üçün videolar çəkilir. Avtostop. Görək Azərbaycanda bu mədəniyyət necə inkişaf edir. Baxmırlar. Heç götürmürlər də. Əlim düşür burada. Salam aleyküm. Hansı tərəfə geçsiniz əmi? Hə? Mən Yevlağa gedirəm, prosta pulum yoxdur mən. Hadi mi? Burada bu bəlkə də saxlasa da xarici maşınlar. Əmi mənə dər baxdı, hələ pulsuzu zalamat. Yəni görün. Salam aleyküm. Hara gedirsən əmca? Mən pulum yoxdur, otostop çəkirəm. Yevlağa qədər gedə bilərəm. Elə bir şey olar. Otostop nədir? Otostop odur ki, bu dünyada var. Yəni pulsuz ora qədər geçsən mənə də var. Yoxumuzdur da indi nağarıq belə gəzirik biz. Başsa, bu ata bilərəm arxaya sumkamı. Başsa, Allah köməyiniz olsun. Bir dənə Şəki tərəfə gedirəm. Dünya səyahətindən çıxırsınız? Mən dünya səyahətindən qayıtmışam. Hal-hazırda Azərbaycanda indi bir müddətlik səyahət edirəm. Gəldim Yevlağın Yevlaq postuna çatmışam. Çox sağ olsun, var olsun, İlqaram, Allah kömək olsun. Ki, mənə getdi bura qədər çıxartdı. İndi dal-dala qaldı. İlqar əmimiz getdi. Bax, pulsuz gətirdi məni Yevlaq postunun yanına. İndi qalıb ora. Ora gedim görəsən, yoxsa buradan piyanım. Bilmirəm. Körpüyün üstündən maşın vurmasa keçim o tərəfə, oradan da otostop çəkək. Gedək Şəkiyə. Yeni otostop çəkəcəyim yer burada, amma buradan elə çox maşın keçmir. Üzü bu tərəfə Şəkiyə gedir. Şəki, dağlar arasındakı dərədə yerləşən şəhərin başdan ayağa qırmızı damlarının üstünü duman bürümüşdü. Sanki 18-ci əsr xanlıq dövrünə düşmüşdüm. Nağla oxşatdım Şəkini. Şəki deyən kimi buranı tanıyan hər kəsin üzündə xoş təbəssüm yaranır. Zarafatçıl, hazır cavab, başdan ayağa müsbət enerji saçan insanlarına görə. Şotlandiya ləhcəsi İngiltərədə qulağınızı necə çalırsa, Şəkilinin də ilk kəlmələrində şirin Şəki ləhcəsini sezmək mümkündür. Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi Şəki şəhəri Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. O qədər gözəl yerə gəlib çatdım ki, maşına mindim, o çox yorğun olduğum üçün yatdım Şəkiyə qədər. Yevlaqdan minmişdim də. Gənc cavan oğlan sağ olsun. İnanın söhbət belə edə bilmədim. Çünki səhərdən durmuşam. Otostop çəkə gəlmişəm bura. Sadəcə elə bir yerdə oyandım ki, qardaş saxla ki, Şəkidəyik, düş. Elə bir yerdir ki, sanki elə var ki, cənnətdəsən da.
Dağların başı buludlu, yaşıllı. Mənzərə görməkdən ötürü mən 10 ildir gəzirəm ki, belə bir yer görəm. Həqiqətən möhtəşəmdir. İndi yavaş-yavaş irəliləyəcək. Arxada bazar var idi dediyinə görə. İndi yavaş-yavaş irəliləyirəm. Yerimdə yer tapacağam. Bu şəkildə. Şəki bitisi yeməyə gedirik. Şəhər o qədər gözəl, o qədər təmizdir ki, İndi hal-hazırda hostelə gedirəm. Bir dənə yaxşı hostel tapmışam. Gedim ora qiymətlərlə zaten maraqlanım. Bookingdən hostel tapmışam. İndi ora gedirəm. Az qalıb. 700 metrim qalıb. Sadəcə şəhərdə bir dənə gözümə dəyən itlərin çoxluğudur. Axırıncı səfər bu qədər iti mən Gürcüstanda görmüşəm. Gürcüstanda tamamilə çox olur. Sadəcə burada da çox it görürəm şəhərin içində. Qaldığım hostel indi gəldim. 2 nəfərlik də var, 4 nəfərlik də var, 6 nəfərlik də var. Mən qaldığım yer 2 nəfərlikdir. 2 nəfərliyin qiyməti biraz bahadır. 4-6 nəfərlik 15 manat, 2 nəfərlik 20 manatdır. Yəni 2 nəfər gəlmək istəyən dostlara yaxşıdır. 2 nəfər qalsaz endirim eləyirlər. Yəni bu otağı 2 nəfər üçün 35 manata dedi mənə. Mən tək olduğum üçün yuxarıda indi kimsə qalır. Bilmirəm kimdir. Hostel olduğunu. Mənə dedi tək götürmək istəyirsə, boş otağımız var, belə 2 nəfərlik. Götürün 35 manatdır. Mən burada yatacağam. Burada bildiyiniz kimi hər bütün hostellərdə var. Burada taxmağa, telefonunuzu, zadınızı taxmağa yer var. Burada işıq var. Yəni məsələn bir nəfər yatdı, digər narahat eləmək istəmirsə bu işığı yandıra bilər. Yəni otaq belə çox səliqəlidir, çox gözəldir. Bu şəkildə. Qiymət 20 manat. Pitiyə də 8 manat pul ödədim. Amma həqiqətən dəyər. Təzyiqim qalxar, düşər, bilmirəm, qalxmaq mən başım çıxmır elə şeydən. Qalxa da bilər, düşə də bilər. Bu şəkildə indi biraz video yığacağam. Ondan sonra saat neçədir? Saata baxaq. Ondan sonra çıxıb biraz gəzəcəm, biraz dincəlim, video çəkim. Qəşəng aşağıda yeməkxanaları var, kafeləri var və orada oturub əyləşib nəsə eləmək istəyirəm. Nəysə belə oturaq biraz dincələk.
Hal-hazırda Şəki Cümə məscidindəyəm. Şəki Cümə məscidi 1914-cü illərdə Şəkinin Dabbaqxana məhəlləsində tikilib. Məscid yanındakı mədrəsə və yeraltı hamamla birlikdə kompleks şəkildə inşa olunub. Daşa həkk olunmuş tarixə əsaslanaraq demək olar ki, 1914-cü ildə əlavə eyvan, hücrə və minarənin inşası ilə məscidin tikintisi başa çatıb. Sonradan məscidin yanında mədrəsə tikilib. Mədrəsə məscidin eyvanına birləşdirilib. Şəki Cümə məscidi Sovet işğalından sonra minarəsi dağıdılıb. Məscidin binasından idman məktəbi kimi istifadə edilib. Binanı idman zalına uyğunlaşdırmaq üçün ibadət zalının içəri eyvanı sökülüb. Yaxşıyam. Hoş geldin. Bəh. Can sağlığı. Nə satırsan belə? Neçə ildir burada işləyirsən? 2 ildir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.